Salam şagirdlər, bu dərsimizdə sizlərlə baxarıq maye və qazların təzyiqi mövzusu üzrə olan məsələlərin izahlarına. Başlayaq birinci sualdan. Qazlarda təzyiq necə yaranır? Qazlarda təzyiq dedikdə, qazın yerləşdiyi qabın daxilində bütün tərəflərə, yəni bütün divarlarına göstərdiyi zərbələr, endirdiyi zərbələr başa düşülür. Bilirik ki, qaz mühiti mayeyə nəzərən qaz molekulları da maye molekulları kimi daimi xaotik, nizamsız hərəkətdədirlər. Fərq budur ki, qaz molekulları maye molekullarına nəzərən arasında məsafə daha böyükdür. Yəni qaz molekulları arasında qarşılıqlı təsir qüvvəsi daha kiçikdir maye molekullarına nəzərən. Ona görə də qaz molekulları daha intensiv hərəkət edərək qabın daxildən bütün tərəflərinə zərbələr endirir və bunun nəticəsində qazın təzyiqi yaranır. Yəni qısaca olaraq qazlarda təzyiq necə yaranır sualına cavab olaraq deyəcəyik ki, qaz molekullarının qabın divarlarına vurduğu zərbələr başa düşülür. Sonra baxırıq ikinci suala. Qaz və mayələrin təzyiqi cihazı soruşur bizdən. Manometr adlanan cihazdan ölçülür. Qaz və mayələrə təzyiq manometr adlanan cihazdan ölçülür. Üçüncü sual. Sükunətdə olan mayələrin yaratdığı təzyiq, biz buna hidrostatik təzyiq demişdik. Hidrostatik təzyiq. Hər hansı qabda olan mayenin, həmçinin göllərdə, dənizlərdə və okeanlardakı suyun yaratdığı təzyiq hidrostatik təzyiqdir. Hidrostatik təzyiqdir. Baxırıq dördüncü suala. Hidrostatik təzyiq onun asılı olduğu kəmiyyətlər və vahidlər üçün qurulmuş sxemi tamamla. Bilirik ki, mayenin qabın dibinə və divarlarına göstərdiyi təzyiq hidrostatik təzyiq adlanır və bu təzyiq hansı düsturla hesablanırdı? P bərabərdir rho J H düsturuna təyin olunurdu. Rho mayenin sıxlığı, J sərbəst cümlə təcili, H isə maye sütunun hündürlüyüdür. İndi burada J-ni yazıb, yuxarıda mayenin sıxlığı rho-nu yerləşdirək, aşağıda da maye sütununun hündürlüyü. İndi sağ tərəfdə vahidləri yazmalıyıq. Sıxlığın vahidi göstərilib, sərbəstmə təcili vahidi metr bölü saniyə kvadrat, dərinliyin də vahidi 1 metr göstərilib. Sonra 5-ci sual. Mingəçevir su anbarında maksimum dərinlik 75 metrdir. Suyun sıxlığı 1000 kg bölü kub metr olarsa, gölün ən dərin yerində hidrostatik təzyiq nəyə bərabərdir? Təzyiqi biz P bərabərdir rho J H düsturuna təyin edirdik. Mayenin sıxlığı 1000 verilib. Vuraq. J-nin qiyməti 10'dur. Bir də vuraq. Dərinliyi də 75 metr verilib. Buradan cavab alırıq. 750.000 Paskal. 750.000 Paskal. Aldığımız cavabı kilopaskalla ifadə etmək istəsək, yəni 1000-ə bölməliyik, olacaq 750 kilopaskal və yaxud da megapaskalla ifadə eləmək istəsək, mega milyondur, milyona bölsək olacaq 0,75 megapaskal. Sonra baxırıq 6-cı suala. Hündürlüyü 5 mm olan civə sütununun oturacaqda yaratdığı təzyiqi hesablayın. Civənin sıxlığı da 13.600 kg bölünsün kub metrdir. Yenə də qabın dibinə düşən təzyiq P bərabərdir rho J H ifadəsi. İndi burada söhbət civədən gedir. Civənin sıxlığı 13.600 vuraq. J-nin qiyməti 10. Bir də vuraq. Civə sütunun hündürlüyü 5 mm-dir. Bunu metrlə ifadə eləsək, edəcək 0,5 metr. 0,5. Buradan hesablasaq, 3 dənə 0 1000-də 1 ilə ixtisar gedəcək. Qalır 136 vuraq 5. Buradan da alırıq. 5 dəfə 6, 30. 0, 3 yadda. 15, 18, 1 yadda. 5 o da 1, 6. 680 Paskal. Cavabımız olmalıydı 680 Paskal. Baxırıq 7-ci suala. Şəkildə müxtəlif ölçülü qablarda eyni maye təsvir olunub. Mayenin qabın oturacağında yaratdığı təzyiqləri müqayisə edin. Bilirik ki, mayenin qabın dibinə yaratdığı təzyiq P bərabərdir rho J H düsturundan hesablanır və mayenin təzyiqi mayenin sıxlığından, sərbəstmə təcilindən və maye sütunun hündürlüyündən asılıdır. Mayenin qabın dibinə göstərdiyi təzyiq qabın oturacağının sahəsindən asılı deyildi. İndi şəkildə diqqət eləsək, məsələdə bizə deyir ki, bütün qablarda eyni maye var. Yəni sıxlıqlar hamısında eynidir.
Və şəkildən görürük ki, bütün qablarda may sütunlarının hündürlükləri də eynidir. H-lar da bərabərdir. Fərq nədir burada? Qabların oturacaqlarının sahələri. Oturacaq sahələri, yəni qabların formalarının eyni olması, fərqli olması bunun mayenin qabın dibinə göstərdiyi təzyiqə heç bir təsiri yoxdur. Yəni əgər qabların içərisində olan mayələr eynidirsə, maye sütunlarının hündürlükləri eynidirsə, demək ki, bütün qablarda təzyiqlər bir-birinə bərabərdir. İndi burada 6 dənə qabda ona deyəcək ki, bütün qabların dibinə düşən təzyiqlər bir-birinə bərabərdir. 4 bərabərdir P5, bu da bərabərdir P6. Cavabımız bu şəkildə olmalıydı. Sonra 8-ci sual. Şəkildə təsvir olunmuş su çəninin içərisində 4,5 kubmetr su var. Çənin oturacağı tərəfinin uzunluğu 1,5 metr olan kvadratdır. Suyun qabın dibinə göstərdiyi hidrostatik təzyiqi hesablayın. Bilirik ki, mayenin qabın dibinə göstərdiyi təzyiq P bərabərdir rho J H düsturundan təyin olunur. İndi biz təzyiqi tapmaq üçün bizə lazımdır mayenin sıxlığı. İndi burada sudan söhbət gedir. Suyun sıxlığının 1000 olduğunu bilirik. J'nin qiyməti 10'dur. H yoxdur. Maye sütunun hündürlüyü yoxdur. Maye sütunun hündürlüyü tapmaq üçün biz bu qabın içərisində olan mayenin həcm düsturundan istifadə edəcəyik. İndi bu qab bizdə kub şəkilli bir qabdır. Bu qabın içərisində olan mayenin həcmini tapmaq istəsək, qabın oturacaq sahəsini, baxın qabın oturacağı budur da, tərəfi 1,5 olan kvadratdır. Oturacağın sahəsini, yəni S-i vurmalıyıq burada maye sütununun hündürlüyünə. Maye sütunun hündürlüyünə də bir H deyək. Yəni biz qabın içində olan mayenin təzyiqi üçün bir ifadə yazsaq, yəni düsturumuz belə olacaq. V bərabərdir S vurulsun H. Yəni qabın oturacağının sahəsi vurulsun maye sütununun hündürlüyü. İndi və yaxud da bərabərdir. Biz bunu əgər qabın oturacağına bir A desək, yəni kvadrat şəkilli qab olduğu üçün bütün tərəfləri A olacaq da. Onda mən S-in yerinə A kvadratı yaza bilərəm də. Kvadratın sahəsi A vurulsun A-dan edəcək A kvadrat. S-in yerinə yazırıq A kvadrat vurulsun H. İndi biz buradan maye sütunun hündürlüyünü tapsaq, V bərabərdir, daha doğrusu H bərabərdir, olacaq V bölünsün A-nın kvadratı. Buradan alırıq. Mayenin içərisində, qabın içində olan mayenin həcmi nə qədərdir? 4,5 verilib bizə. 4,5 bölək A kvadrat. A da qabın tərəfinin uzunluğu idi. 1,5 verilib. 1,5'in kvadratı. Yəni 1,5 vuraq. 1,5. Buradan 4,5 ilə 1,5'i ixtisar aparsaq yuxarıda qalır 3. Burada bərabərdir. 3'ü 1,5'ə böləndə 30 bölünsün B 15 edəcək 2 metr. Deməli biz tapdıq ki, burada maye sütununun hündürlüyü nə qədərdir? 2 metr. Demək, oturacağı kvadrat şəkilli olan bir qabdır. Amma onun içində, həmin qabın içində 2 metr hündürlüyündə bir maye var. İndi bu mayenin qabın dibinə göstərdiyi təzyiqi hesablasaq, Rho-nun qiyməti 1000, vuraq J-nin qiyməti 10, bir də vuraq maye sütununun hündürlüyü 2 metr. Buradan alırıq cavabımız 20.000 Pascal. 20.000 Pascal. Və yaxud da kilopaskaldan yazsaq, olacaq 20 kilopascal. Yəni, bu məsələnin həlli bu qaydada olmalıydı. Sonra 9-cu suala baxırıq. Qabdakı suyun daxilində verilmiş M və N nöqtələrindəki hidrostatik təzyiqləri müqayisə edin və cavabımızı əsaslandırın. Burada şəkildən görürük ki, bir dənə qabdır. Bir incə məqam var burada, yəni çaşmırıq. M nöqtəsinin üstündə olan maye sütunun hündürlüyünü görürük. 24 santimetrdir. Amma N nöqtəsinin də səthində olan maye sütunun hündürlüyünü 8 cm göstərir. Amma N nöqtəsində təzyiq elə M nöqtəsindəki təzyiqə bərabər olacaq. Çünki biz bu tip məsələlərdə mayenin daxilində, yəni dibindən eyni səviyyədə olan nöqtələrdə olan təzyiqləri hesablamaq üçün həmişə ən böyük maye sütunun hündürlüyü ilə hesablama aparacağıq. Yəni M nöqtəsindəki təzyiq elə N nöqtəsindəki təzyiqə bərabərdir. Və bu təzyiqi hesablayarkən rho J H-la hesablayacaq. İndi burada hündürlüyü hər iki nöqtə üçün 24 cm götürəcək. Hər iki nöqtədə 24 cm hündürlüyündə maye təzyiq yaradır. Yəni ən yüksək hündürlükdə maye sütunun yaratdığı təzyiq Pascal qanununa görə dəyişmədən qabın daxilində bütün istiqamətlərə bərabər şəkildə ötürüləcəkdir. Yəni biz burada N nöqtəsindəki təzyiqi hesablayarkən çaşıb burada 8 cm hündürlüyü 8 cm götürməyəcək. Yəni ən yüksək maye sütunun hündürlüyü nə qədərsə, həmin hündürlüklə işləyəcək. İndi qiymətləri nəzərə alsaq, Rho-nun qiyməti 1000, vuraq J-nin qiyməti 10, bir də vuraq H.
səviyyəsi bizdə nə qədərdir? 24 santimetrdir. Metrlə yazsaq 0,24 metr. Burada cavabımız alınır 2400 Pascal. 2400 Pascal və yaxud da 2,4 kilo Pascal. Yəni hər iki nöqtədə həm M nöqtəsində, həm də N nöqtəsində suyun yaratdığı təzyiq 2,4 kilo Pascala bərabərdir. Sonra 10-cu məsələdə şəkildə təsvir edilmiş qabda sıxlığı 1000 kg/m³ olan suyun M nöqtəsinə yaratdığı təzyiqi hesablayın. M nöqtəsindəki təzyiqi hesablamaq üçün yenə də P bərabərdir rho, J, H ifadəsindən hesablayacağıq. İndi baxırıq. Mayenin sıxlığı 1000, vuraq J-nin qiyməti 10, vuraq H məsafəsi M nöqtəsindən mayenin səthinə qədər olan məsafə. Yəni bizə lazım olan məsafə buradır. Bax, bu hündürlüyü biz bilməliyik. Maye sütunun ümumi hündürlüyü verilib bizə 30 santimetrdir. M nöqtəsindən qabın dibinə qədər olan məsafə də 25 santimetrdir. Onda belə çıxır ki, M nöqtəsindən mayenin səthinə qədər olan məsafə 5 santimetrdir. Onu metrlə ifadə etsək 0,5 metr. Onda cavabımız alınacaq 500 Pascal. 500 Pascal. Sonra baxırıq 11 nömrəli suala. Qabdakı maye sıxlığı 3 dəfə çox olan başqa bir maye ilə dəyişdirildikdə qabın dibinə edilən hidrostatik təzyiq 40 kilopascal artır. Hidrostatik təzyiqin əvvəlki qiymətini tapın. Bizə deyir ki, qabdakı maye sıxlığı 3 dəfə böyük olan başqa bir maye ilə dəyişdirildikdə. Yəni əvvəlki mayenin sıxlığına bir rho desək, ikinci mayenin sıxlığı olacaq nə qədər? 3 rho. Yəni mayenin sıxlığı 3 dəfə artdı. Bu zaman təzyiq 40 kilopascal artıb. Rho sıxlığının mayenin yaratdığı təzyiqə P1 bərabərdir bir P desək, onda sıxlıq 3 dəfə artdıqdan sonra 3 rho sıxlığının mayenin yaratdığı təzyiq olacaq, məsələnin şərtinə görə P üstəgəl 40. 40 kilopascal artıb. İndi bizə deyir ki, təzyiqin əvvəlki qiymətini tapın. Yəni P-ni bizdən istəyir. Bilirik ki, mayenin qabın dibinə göstərdiyi təzyiq rho, J, H ifadəsindən təyin olunur. Buradan təzyiq mayenin sıxlığından necə asılıdır? Düz mütənasib asılıdır. Mayenin sıxlığından düz mütənasib asılıdır. Bunda asılılığı yazsaq, P1-in P2-yə nisbəti bərabərdir rho 1-in rho 2-yə olan nisbəti. İndi P1 birinci halda təzyiq P, bölünsün ikinci halda təzyiq P üstəgəl 40 bərabərdir. Birinci halda mayenin sıxlığı rho idi, ikinci mayenin sıxlığı 3 rhodur. Buradan rhoları ixtisar aparsaq, tənliyi çarpaz atsaq alırıq 3P bərabərdir P üstə 40. Buradan alırıq 2P bərabərdir 40, P də bərabərdir 20 kilopascal. Deməli, ilk halda rho sıxlıqlı mayenin yaratdığı təzyiq 20 kilopascal olub. Sonra baxırıq 12 nömrəli suala. Gündəlik həyatda maye doldurmaq üçün istifadə edilən açıq səthli bəzi qablar, maye doldurmaq üçün istifadə edilirsə, deməli bu açıq səthli qablar, bəzi qablar bir-biri ilə əlaqələndirilmiş bir neçə hissədən ibarət olur. Bir-birinə əlaqələndirilmiş bir neçə hissədən ibarət olur. Belə qablara birləşmiş qablar demişik. Sonra 13-cü sual. Birləşmiş qablar qanunu necə ifadə olunur? Birləşmiş qablarda eyni cinsli mayələrin səviyyələri həmişə eyni olur. Qısa yazıram. Səviyyələri eyni olur. Müxtəlif cinsli mayələrin səviyyələri isə onların sıxlıqlarından tərs asılıdır. Yəni, H1-in H2-yə nisbəti bərabərdir rho 2-nin rho 1-ə nisbəti. Yəni, bu nə deməkdir? Birləşmiş qablarda sıxlığı çox olan mayenin səviyyəsi həmişə aşağı, sıxlığı az olan mayenin səviyyəsi həmişə yuxarı olur. Təkrar bir də deyirəm, birləşmiş qablar qanunu eyni cinsli mayələr üçün desək, birləşmiş qablarda eyni cinsli mayələrin səviyyələri həmişə eyni olur. Müxtəlif cinsli mayələrin səviyyələri isə onların sıxlıqlarından tərs mütənasib asılıdır. Yəni, H1-in H2-yə nisbəti bərabərdir rho 2-nin rho 1-ə nisbəti. Sıxlığı çox olan mayenin səviyyəsi həmişə aşağı, sıxlığı az olan mayenin səviyyəsi isə yuxarı olur. Baxırıq 14-cü suala.
Birləşmiş qablardakı kerosin sütununun hündürlüyü 8 sm, digər mayenin hündürlüyü isə 5 sm-dir. Kerosinin sıxlığı 800 kq/m-dir. Digər mayenin sıxlığını tapın. Birləşmiş Qablar Qanunu düsturunu bildik. Dedik ki, səviyyələr, maye sütunlarının hündürlükləri onların sıxlıqlarından tərs mütənasib asılıdır. Yəni, ρ2 bölünsün ρ1. İndi bu 1 ilə işarə olunan kerosindir. Kerosin hündürlüyünü 8 sm verib bizə. Qiymətləri yerinə qoyuruq. 8 bölək. Digər mayenin səviyyəsi 5 sm bərabərdir. ρ2. ρ2 digər mayenin sıxlığıdır. Bizdə məlum deyil. Kerosinin sıxlığı da 800-dür. 800. Buradan bərabərlik çarpaz açsaq alırıq. 5 ρ2 bərabərdir. 8 vuraq 800, 6400. Buradan da ikinci mayenin sıxlığını tapsaq, 6400-ü bölürük 5-ə. 1, 14, 2 dəfə, 48, 1280 kiloqram bölünsün kub metr. Deməli, bu məsələdə cavabımız 1280 olmalıydı. 15-ci sual. Birləşmiş Qablar Qanunu nəticə olaraq aşağıdakı şərtlərin hansından alınır? Cavabınızı əsaslandırın. Yəni, təzyiqlərin bərabərliyindən. B. Yəni, bunu necə başa düşürük? Yuxarıdakı şəkildən baxsaq, birləşmiş qablarda, baxın, burada kerosin sütunun hündürlüyü H1 hündürlüyündə kerosin sütunu, digər tərəfdə H2 hündürlüyündə digər mayenin sütunun yaratdığı təzyiqlə tarazlaşır. Yəni, bu nöqtələrə baxsaq, bu qırıq-qırığına çəkilmiş və üzərində yerləşən bu iki nöqtəyə baxsaq, bu iki nöqtədən aşağıda qalan hissədə bu eyni cinsli mayedir. Zaten burada tarazlaşıb, tarazlıq vəziyyəti yaranır. Yəni, bu iki nöqtənin üzərində yaratdığı mayeləri, yuxarıda hissələrdə yerləşən mayelerin də bu nöqtədə yaratdığı təzyiqlər bir-birinə bərabər olur. Bu təzyiqlərin bərabərliyindən, yəni P1 bərabərdir P2. Bu nöqtədəki təzyiqlərin bərabərliyindən, indi P1-in yerinə kerosinin yaratdığı təzyiqi yazsaq, yəni yazarıq ρ1J H1 bərabərdir. P2-nin yerinə ikinci mayenin yaratdığı təzyiq yazsaq, olacaq ρ2J H2. Hər tərəfdən J'lər ixtisar olunsa, buradan alırıq ki, ρ1 H1 bərabərdir ρ2 H2. Yəni, bunda kəsr kimi yazsaq, H1-in H2-ə nisbəti bərabərdir ρ2-nin ρ1-ə nisbəti. Yəni, bu bərabərlik maye sütunlarının birləşmiş qablarda bərabər səviyyədə götürülmüş nöqtələrdə yaratdığı təzyiqlərin bərabərliyindən alınır. Təzyiqlərin bərabərliyinə görə alınır bu nəticə. Sonra 16-cı suala baxırıq. Kerosinin sıxlığı 800 kq bölünsün kub metr, suyun sıxlığı isə 1000 kq bölünsün kub metrdir. Kerosin sütunun hündürlüyü su sütunun hündürlüyündən 2 sm çox olarsa, hər bir maye sütunun hündürlüyünü tapın. Bax, verilənləri yazırıq. Kerosinin sıxlığını 800 verib bizə. Rho kerosin bərabərdir 800. Suyun sıxlığı da 1000-dir. Rho su bərabərdir 1000. Və şərtdə deyir ki, kerosin sütunun hündürlüyü su sütunun hündürlüyündən 2 sm çoxdur. Əgər su sütunun hündürlüyünə biz h desək, onda kerosin sütunun hündürlüyü olacaq h üstə gəl 2. 2 sm çoxdur. Bizdən istədiyi maye sütunun hündürlüyünü tapın. Suyun hündürlüyünü tapaq. Düsturumuz necə idi? H su bölək H kerosin bərabərdir. Kerosinin sıxlığı tərs asılıqda bölək suyun sıxlığı. İndi qiymətləri yazaq yerinə. Suyun hündürlüyü H, kerosinin hündürlüyü H üstə 2 bərabərdir. Kerosinin sıxlığı 800 bölək suyun sıxlığı 1000. Buradan ixtisarlar aparsaq, 2 dənə sıfırlar ixtisar getsə, çarpaz atsaq, alırıq 10H bərabərdir. 8H üstə gəl 16. 8H keçsə sol tərəfə alınır 2H bərabərdir 16. Buradan da H bərabərdir 8 cm alırıq. Deməli, biz H-la su sütunun hündürlüyünü işarə eləmişdik. Deməli, su sütunun hündürlüyü cavab 8 cm olmalıdır. Sonra 17-ci sual. Hər hansı açıq, yoxsa qapalı qabdakı mayeyə və ya qaza kənardan təsir olunduqda, həmin təsir maye və ya qaz molekulları tərəfindən bütün istiqamətlərə bərabər ötürülür. Bu Paskal qanunun ifadəsidir. Paskal qanunda deyilir ki, hər hansı qapalı qabdakı maye və ya qaza kənardan təsir olunduqda, həmin təsir maye və qaz molekulları tərəfindən
qabın daxilində bütün istiqamətlərə bərabər ötürülür. Bu, maye və qazlar üçün Pascal qanununun ifadəsidir. Pascal qanunu deyilir ki, bir daha deyirəm, qapalı qablarda olan maye və qazlara xaricdən göstərilən təzyiq dəyişmədən maye və qazların daxilində bütün istiqamətlərə bərabər şəkildə ötürülür. Sonra 18-ci sual. Hidravlik presin iş prinsipi hansı qanuna əsaslanır? Hidravlik presin iş prinsipi Pascal qanununa əsaslanır. Cavabımız Pascal qanunu. Və həmin qanun necə ifadə olunur? Bu qanun ifadəsini qabaqki sualda dedik, bir daha deyirik. Pascal qanununda deyilir ki, maye və qazlara xaricdən göstərilən təzyiq dəyişmədən qapalı qabda olan maye və qazların daxilində bütün istiqamətlərə bərabər şəkildə ötürülür. 19-cu sual. Qapalı qabdakı mayeyə yaxud qaza kənardan təsir etdikdə həmin təsirin maye və qazın daxilində ötürülməsinin səbəbi nədir? Bütün istiqamətlərə bərabər ötürülməsinin səbəbi, çünki maye və qazlarda molekullar bütün istiqamətlərə xaotik hərəkət edə bilir. Yəni, qapalı qabda olan maye və qazlara xaricdən göstərilən təzyiq dəyişmədən maye və qazların daxilində bütün istiqamətlərə bərabər şəkildə ötürülür. Bu nə üçün belə olur? Çünki maye və qazların daxilində molekullar bütün istiqamətlərə xaotik şəkildə hərəkət edə bildiyi üçün təzyiq bir molekulun digər molekula asanlıqla ötürülür və maye və qazların daxilində bu şəkildə təzyiq bütün istiqamətlərə bərabər paylanılır. Sonra 20-ci sual. Hidravlik maşının kiçik porşenin sahəsi 100 cm², ona təsir edən qüvvə isə 80 Newtondur. Hidravlik maşın böyük porşenin sahəsi 1 m² olarsa, ona təsir edən qüvvəni bizdən soruşur. Kiçik porşenin sahəsini S1 ilə işarə edək. S1 bərabərdir 100 cm²-dır. 100 cm². Bunu 100 m² ifadə eləsək, 1 cm² 0,10(1), yəni 10 üstü mənfi 4 m²-na bərabərdir. Onda 100-ü vurmarıq 0,10(1)-ə edəcək 0,1 m². Kiçik porşenə təsir edən qüvvəni də verib bizə 80 Newtondur. Böyük porşenin sahəsi 1 m² olarsa, böyük porşenin sahəsini S2 ilə yazaq. O 1 m²-dır. Böyük porşenə təsir edən qüvvəni istəyir. F2 bərabərdir sual işarəsi. İndi hidravlik presin tarazlıq şərtinə görə biz öyrənmişik ki, hidravlik presdə porşenlərə təsir edən qüvvələr porşenlərin sahələrindən tərs mütənasib astıdır. Daha doğrusu düz mütənasib astıdır. Yəni, bu nəticəni də biz hardan almışdıq? Biz bilirik ki, hidravlik presin də iş prinsipi Pascal qanununa əsaslanır. Hidravlik presdə porşenlərin altında olan təzyiqlər, yaranan təzyiqlər həmişə bir-birinə bərabərdir. Yəni, P1 bərabərdir P2. Yəni, Pascal qanununa görə biz sol tərəfdən kiçik porşeni və yaxud da sağ tərəfdən böyük porşeni hansısa bir qüvvə ilə aşağı doğru itəliriksə, indi burada şəklə görə kiçik porşen bir F qüvvəsindən aşağı doğru itələnirsə, aydın məsələdir ki, onun altında bir təzyiq yaranacaq və həmin təzyiq dəyişmədən buradakı müayini qovacaq və gəlib bu böyük porşenin altında da eyni təzyiq yaranacaq və böyük porşeni yuxarıya doğru qaldırmağa çalışacaq. Yəni, bir Pascal qanununa görə biz yadda saxlayırıq ki, hidravlik presdə porşenlərin altında yaranan təzyiqlər həmişə bir-birinə bərabərdir. İndi təzyiq ifadəsi necə idi bizdə? P bərabərdir F bölünsün S. İndi birinci porşenin altında yaranan təzyiq üçün P1-in yerinə F1 bölünsün S1, P2-nin yerinə F2 bölünsün S2 yazsaq, onda hidravlik presin tarazlıq şərtini alırıq. Yəni, porşenlərə təsir edən qüvvələr porşenlərin sahələrindən düz mütənasib astıdır. İndi qiymətləri buradan nəzərə alsaq, F1-in yerinə 80, F2-nin qiyməti yoxdur bizdə, bərabərdir S1 0,1, S2-nin də qiyməti 1. Buradan F2-ni tapsaq, F2 qüvvəsi bərabərdir 0,1-i 1-ə böləndə 0,1, onda 80-ı bölməliyik 0,1-ə də. 80 bölünsün 0,1, bərabərdir alırıq 8000 Newton. Bu məsələmizin cavabı olmalıydı 8000 Newton. 21-ci sual. Yer kürəsini əhatə edən hava təbəqəsi atmosfer adlanır.
Atmosferi təşkil edən molekullar yer tərəfindən cəzb olunaraq ağırlıq qüvvəsinin təsiri ilə təzyiq yaradır. Ağırlıq qüvvəsinin təsiri ilə təzyiq yaradır. Yer səthindən yuxarı qalxdıqca havanın sıxlığı azalır. Ona görə də atmosfer təzyiqi də azalır. Bir daha baxırıq. Yer kürəsini əhatə edən hava təbəqəsinə biz atmosfer demişik. Atmosfer təşkil edən molekullar yer tərəfindən cəzb olunduğu üçün yuxarı təbəqələr aşağıdakı təbəqələri sıxır və bu sıxılma nəticəsində atmosferin yer üzərində təzyiqi yaranır. Və bu təzyiq də yer səthindən dəniz səviyyəsindən yuxarı doğru qalxdıqca atmosfer təzyiqinin qiyməti azalır. Öyrənmişik ki, dəniz səviyyəsində atmosfer təzyiqinin qiyməti 760 mm civə sütunudur və dəniz səviyyəsindən yuxarı doğru qalxdıqca hər 12 metrdən 1 atmosfer təzyiqinin qiyməti 1 mm civə sütunu qədər azalır. 22-ci sual. 1 mm civə sütunu neçə paskaldır? Civənin sıxlığı da 13600 kg/kub-metrdir. Civə mayedir. İndi bu maye sütunun yaratdığı təzyiqi tapmaq üçün yenə də P bərabərdir rho J H düsturundan istifadə edərik. Rho civənin sıxlığı 13600 vuraq. J-nin qiyməti. Biz dəqiq qiymətini 9,8 yazaq, vuraq. H maye sütunun hündürlüyü də 1 mm-dir. Bunu metrlə yazsaq 0,1. Yerinə qoysaq 0,1. Buradan alarıq 133,28. 133,28 paskal. Yəni 1 mm civə sütunun yaratdığı təzyiq 133,28 paskal və təqribi olaraq 133 paskal qəbul edə bilərik. Sonra baxırıq 23-cü suala. Dağın ətəyindəki atmosfer təzyiqi onun zirvəsindəki atmosfer təzyiqindən 40 mm civə sütunu qədər çoxdur. Dağın hündürlüyünü tapın. Yəni dağın ətəyindən dağın zirvəsinə qalxdıqca təzyiq neyinib? 40 mm civə sütunu qədər azalıb da. Təsəvvür edək ki, belə bir dağımız var. Ətəyində təzyiqə 760 mm civə sütunu qədər olsa, onda zirvədə nə qədər olmalıdır? 720 olmalıdır. Məsələn, şərtinə görə 40 mm civə sütunu qədər azdır. Onda dağın hündürlüyünü tapmaq üçün biz təzyiq fərqini vurmalıyıq 12-yə. Çünki hər 12 metrdən 1 mm qədər azaldır da təzyiqin qiyməti. Buradan alırıq 480 metr. Deməli, bu məsələdə də cavabımız 480 metr olmalıdır.